Bugün Ağır Cinayətlər Məhkəməsində hakim Əli Sultan Osmanovun sədrliyi ilə keçən prosesdə həbsdə olan sabiq deputat Gülər Əhmədova son söz deyib. Keçmiş deputat prezidentdən mərhəmət diləyib, himayəsində azyaşlı və xəstə olmasını, özünün səhhətinin nəzərə alınmasını xahiş edib. Bununla da məhkəmə işini yekunlaşdırıb. Saat 15:00-da davam edən prosesdə müttəhimə hökm oxunub. Gülər Əhmədova 3 il müddətində azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, bundan əvvəl prokuror Gülər Əhmədovaya 4 il iş istəmişdi. Xatırladaq ki, keçmiş deputat Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və 307.2 qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə maddələri ilə ittiham olunur. 178.3.2 maddə 7 ildən 12 ilədək, 307.2 maddə 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Gülər Əhmədovanın həbsinə Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin yayımladığı video səbəb olub. Gizli kamera ilə çəkilmiş kadrlar Gülər Əhmədova və onun əlaltısı Sevinç Babayevanın Elşad Abdullayevin deputat seçilməsi üçün $1 milyon istəməsi görünür. Qeyd edək ki, Gülər Əhmədovanın şikayəti əsasında bu il martın 12-sində Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı 9 il müddətində azadlıqdan məhrum edilib.